Kaluga, Tsiolkovsky Parkı. Bir zamanlar dahi Tsiolkovsky bu parkta velosiped sürürdü. Amma indi isə artıq bu park uşaqların və anaların istirahət mərkəzidir. Amma bu anaların içərisində bir qadın fərqlənirdi. O hər kəs kimi deyildi. O başqa analar kimi öz övladı ilə loğalanmırdı. Əksinə o çalışırdı ki, öz övladını başqa insanlardan gizlətsin. Günlərin bir günü parkda gəzənlər uşağın çığırtısını eşitdilər. Səs gələn yerə yaxınlaşdılar. Parkın pilləkənlərinin yaxınlığında uşağın kalyaskası dayanmışdı. Biraz da az qalsaydı, uşaq pilləkənlərdən aşağı yuvarlanacaqdı. Köməyə yetişən insanlar qadını huşsuz bir halda gördülər. Qadın pilləkənlərdən yıxılıb huşunu itirmişdi. Ətrafdakı insanlar düşündülər, axı nə baş verib? Yəni ana uşağını pilləkənlərdən aşağı mı buraxmaq istəyirdi? Ola bilsin ayağı sürüşüb və özü yıxılıb. Amma elə bu hadisə olan zaman milisə müraciət olunmuşdu. Yaxınlıqda yerləşən muzeyin işçiləri polisə belə bir şikayətlə müraciət etmişdilər. Parkda bir qadını motosiklet sürücüsü itələyərək pilləkənlərdən aşağı salmaq istəyir. Baş vermiş hadisə ilə əlaqədar operativ istintaq qrupu cinayət yerində çalışırdı. Nə üçün parkda gənc ananı öldürmək istəyirdilər və bu gənc ana kimdir?